Bugün 27 sentyabr 2025-ci il Azərbaycan tarixinə şanlı səhifə kimi yazılmış 44 günlük vətən müharibəsindən 5 il ötür. Bugün Azərbaycan xalqı yalnız bir qələbəni deyil, həm də əbədi birlik, əzm və iradə nümunəsini xatırlayır. Anım günü münasibətilə Sumqayıt Şəhidlər Xiyabanında tədbir keçirilib. Mərasimdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Saat 12:00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Mərasim iştirakçıları əvvəlcə Qalib Əsgər abidəsinin önünə əklil və gül dəstələri qoyaraq şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların məzarları ziyarət olunub. Onların ruhuna dualar oxunub. Bildirək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 2020-ci ilin sentyabrın 27-sində Ermənistan silahlı qüvvələrinin növbəti iri miqyaslı təxribatına, mülki yaşayış məntəqələrinə və mövqelərimizə açdığı atəşə cavab olaraq bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Bu əməliyyat sonradan xalqımızın yumruq kimi birliyini və iradəsini təcəssüm etdirən dəmir yumruq adını alıb və vətən müharibəsinə çevrilib. 44 gün ərzində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında dəmir bir iradə ilə sıx birləşərək işğal altındakı torpaqlarını azad edib. Prezident İlham Əliyevin xalqa etdiyi hər bir müraciət xalqın ruhunu daha da coşdurub. Ordumuzun irəliləyişinə güclü mənəvi dəstək olub. Şuşanın azad olunması barədə 8 noyabr 2020-ci il tarixi müraciət milli iradəmizin qələbə zirvəsi olub. Bu gün həmin anlar həm qəhrəmanlıq dastanı, həm də dövlətimizin qüdrətinin təntənəsi kimi xatırlanır. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, Azərbaycan ordusunun igidliyi, şəhid və qazilərimizin fədakarlığı nəticəsində xalqımız tarixdə misli görünməmiş bir qəhrəmanlıq dastanı yazıb. 30 ilə yaxın müddətdə işğalda saxlanılan torpaqlarımızda düşmənin qurduğu möhkəm istehkamlar 44 gün ərzində yarılıb. Dünya Azərbaycanın əzmini, gücünü və milli birliyini görüb. Bu qələbə təkcə hərbi uğur deyil, həm də milli ləyaqətimizin, dövlətimizin qüdrətinin təntənəsi idi. Bu gün azad olunmuş ərazilərdə böyük bərpa və yenidən qurma işləri aparılır. Keçmiş məcburi köçkünlər öz doğma yurtlarına qayıdır. Dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı və Hərbi Qənimətlər Parkında sərgilənən texnikalar həmin şanlı günlərin canlı şahididir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il 27 sentyabr anım günü kimi qeyd olunur. Bu gün Azərbaycan xalqı bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir. Qazilərimizin və müharibə iştirakçılarımızın şücaətini qürurla yad edir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi qələbə xalqımızın birlik, əzm və iradəsinin parlaq simvolu kimi yaddaşlarda əbədi yaşayır. Bu qələbə Azərbaycanın gələcəyinə açılmış yeni yolun qalib, güclü, qüdrətli dövlətimizin təməldaşıdır. Biz həmişə düşünürdük ki, nə zaman bu erməni separatçılarında qalib gələcək və bunun 3 faktorun olmasını mən düşünürdüm. Birinci o idi ki, Müzəffər Ali Baş Komandan, hansı ki öz beynəlxalq siyasəti və orduya rəhbərliyi ilə bunu təşkil edə bilsin. İkinci, düşmənin texnologiyasından daha üstün texnologiya malik silahlarımızın olması şərt idi. Ən vacibi isə vətənə məhəbbət, düşmənə nifrət hissi ilə yoğrulmuş bizim əsgərlərimiz, zabitlərimiz. Və böyük qələbədə əsas rolda məhz bu bizim şəhid olmuş və yaralanmış, xəsarət almış əsgərlərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz bizim baş tacımızdır və bizim boynumuzun borcu da odur ki, hər il 27 sentyabrı anım günü kimi qeyd edək və millətimə, xalqıma təşəkkür edirəm ki, hər il 27 sentyabr artıq 5-ci ildir ki, ziyarət eləyirlər, şəhidlərimizin məzarlarını boş qoymurlar. Sevindirici haldır ki, biz Qarabağ torpaqlarını düşməndən azad elədik. Bir tərəfdən də cavan oğlanlarımızı, mərd oğlanlarımızı itirdik. Mən fürsətdən istifadə edib bütün şəhid ailələrinə başsağlığı verirəm. Allah onlara səbr versin. Ölkəmiz üçün bugün hüzün günüdür. Şəmistan Fikrətli Elbrus İsmailov bugün informasiya proqramı üçün.